Deməli uşaqlar, mənə deyin görüm, tənliklə bərabərsizlik arasında nə kimi fərq var sizcə? Nə başa düşürsünüz? Tənlik nədir, bərabərsizlik nədir? Bərabərsizlikdə müəllim bir şey kiçik olan böyük olan götürürük. Tənlikdə də ki x tapırıq. X-i tapırıq. Bəs bərabərsizlikdə? Bərabərsizlikdə də ki orada da x tapırıq, amma orada bir şey məsələn verilən ifadəyə görə tapırıq. Bəs tənlikdə nəyə görə? Nə düşünürsən? Sən nə düşünürsən Yağmur? Tənliyi dəyişən olan bərabərliyə deyilirdi. Bərabərsizlikdəki bərabər deyil. Orada da var dəyişən, orada da var. Başqa? Fatimə səncə? Həll yolları eynidir. Bax sizə deyim. Bərabərsizliyi də, tənliyi də eyni qayda ilə həll eləyəcək. Hər ikisində x tapırıq. Amma bu yaşa qədər bərabərsizliyi həll eləmişsiniz axı. Birində ifadəyə görə tapırıq müəllim, kiçiyi böyüyə görə. Birində də ki heç nə x tapırıq. Nə? Fikrin yoxdur, heç bir bərabərsizlik haqqında fikrin yoxdur. Tənliklə bərabərsizliyin oxşar cəhəti odur ki, həlli qaydası ikisində də eynidir. Hər ikisində də x-i tapmaqla məşğul oluruq. Yəni tənliyin kökünü tapırıq hər ikisində də. Tənlikdə konkret olaraq cavablar var. Ya var, ya yoxdur, ya sonsuz saydadır, ya bir kökü, iki kökü, üç kökü bunlardır. Bərabərsizliklərdə isə intervallarla olur cavablar. Yəni 1-dən 5-əcən, 5-dən 8-əcən bir və bir neçə həll ola bilir. Və ya sonsuz sayda həll ola bilir. Ona görə bunu aralıqlarla, intervallar deyəcəyik buna, intervallarla götürəcəyik. Amma həll, mən qısaca uşaqlar bərabərsizliklər çətin gəlir deyən, onlara həmişə deyirəm ki, tənliyi həll edib kökü necə tapırsınızsa, bərabərsizliyin də o böyük kiçik işarəsinə məhəl qoymadan yenə tənlik kimi onu həll edirsiniz. Sadəcə tənliyin kökünü tapdıqdan sonraki proses tənliyin kökünü tapıb dayanırıq. Amma bərabərsizlikdə tənliyin kökünü tapandan sonradır əsas işimiz. Cavabı tapmaq kökləri tapdıqdan sonra baş verir. Başa düşdük? Məsələn, xətti bərabərsizlik göstərim. Bərabərsizliklər xətti bərabərsizlik. Xətti tənliyi necə idi? Bir dəyişən var. Xətti tənlik. Bir dəyişənli xətti tənlik deyin mənə. AX bərabərdir B. A, sağ. Yəni burada da AX böyüdür B, AX kiçikdir B. Bu da xətti bərabərsizlik olacaq. Başa düşdünüz? Nümunə üçün göstərirəm bərabərsizlik anlayışı sizin beyninizdə formalaşsın. Ondan sonra dərsi tam izah edəcəm. Məsələn, 2x üstəgəl 3 bərabərdir 5 tənliyini həll et dedikdə biz 2x bərabərdir 2, 5-dən 3 çıxırıq. X nəyə bərabər olacaq? 1-ə. Yəni bunun bərabərsizlikləri hansılardır? Böyüdür, böyük bərabərdir. Kiçikdir, kiçik bərabərdir. Düzdür? İstədiyimizi birin yaza bilərik. Böyükdür 5. 2x böyükdür. 2-dən 5-i çıxırıq yenə. Bunu belə yazmaq əslində düzgün deyil. Elə dedim də tənlik kimi yazırıq. Mən də mənim bərabərsizlik işarəni qarşılayırdım. 2x bərabərdir 2, x bərabərdir 1. Düzdür? Burada da həmən şey aldıq. Sadəcə necə idi? Bərabərsizlik işarəsi var idi. Tənlikdən fərqi nədə idi? Bərabərsizlik işarəsi. Burada konkret olaraq x bərabərdir 1 aldıq. Burada isə 1 almırıq. Burada birdən böyük qiymətlərin hamısını alırıq. Yəni x elə bir ədəddir ki, birdən böyükdür. Birdən böyük ədədlər deyin görün mənə. 2, 4, 5. Nə qədər? Sonsuz. Nə qədər istəyirsiniz deyə bilərsiniz. Sağ tərəfimiz müsbət sonsuzluqdur. 8-i yan üstə qoyursunuz da elə bir. Sağ tərəf, sol tərəfimiz isə mənfi sonsuzluq. Onda belə çıxır ki, əgər məndə bərabərsizlik işarəsinin üzü belə olsaydı, onda mənim cavabım nə olacaq? Mənfi sonsuzluqdan 1. Yəni başa düşdünüz, mənfi sonsuzluqdan 1-ə qədər olan bütün cavab. Tənliklə bərabərsizliyin həllin aydın oldu. Amma həll eləmə üsulları elə eyni idi. Düzdür? Eyni qaydada da həll eləyirdik. Yaxşı. İndi gəlin baxaq. Necə işarələyirik? İnterval nədir və ədəd oxunda necə göstəririk? X A-dan böyükdür. X A'dan böyük bərabərdir. X A'dan kiçikdir. X A'dan kiçik bərabərdir.
X A'dan böyükdür. Ədəd oxunda belə göstərilir. Kiçik yumru A A'dan böyüklər götürülür. Aydındır? Bəli. X A'dan baxın içi doludur. Fikir verin. Böyükdür. Bu ciddidir. Yəni böyükdür. Artıq A'dan böyüklər, yəni 5'dən böyükdür. 6, 7, 8. Böyük bərabərdir. Qeyri-ciddi bərabərsizlik işarəsidir. Yəni 5'in özü də daxil ola bilər. A 5'dən böyük bərabərdir. Deməli 5, 6, 7, 8. Başa düşdünüz mü? Ona görə burada yumru içi boş olur. Ədəd oxunda. Burada tam. Yəni A'nın özü də daxildir. Aydın oldu. Sonra cümlə olaraq bu belə götürülür uşaqlar məsələlərdə. Deyir ki, 5'i aşmayan 10'a qədər olan ədədlərin cəmi. 5'dən böyük olmayan ədədlərin cəmi. O deməkdir ki, 5'in özünü də götür. Başa düşdünüz? Yəni 4'dən kiçik olmayan, 4'dən kiçik değil, yəni 4'dən böyüdülər, amma 4'ün özü də aiddir. Tam desək ki 4'dən kiçiklər, 4'ü götürməyəcəksin. 3'dən böyüklər, 3'ü götürməyəcəksin. Amma deyəcək ki 3'dən böyük olmayan, 3'dən kiçik olmayan, 4'dən böyük olmayan, 4'dən kiçik olmayan, artıq bilin ki burada bu işarə var. Və ədəd oxunda bu cür göstərilir. A'dan X A'dan kiçikdir. A içi boş. A'dan kiçiklər. Kiçiklər ədəd oxumlarda yerləşirdi altıncısı solda. Sağda isə böyüklər yerləşirdi. Ən sağda yerləşən ən böyük, ən solda yerləşənimiz isə ən kiçiyimiz idi. A yenə bu bərabərsizliyi görəndə dolu yazıram içini. Çünki A'nın özünü də götürəcək. Bəs bunu intervalla, yəni mötərizələrlə necə göstəririk? Göstərəcəyik A'dan hara gedirik? Sağ tərəfimizdə idi. Müsbət sonsuzluğumuz. A'dan müsbət sonsuzluğa. Burada da hemen cevaptı mı? Bəli. Fərqi nədir? Kvadrat mötərizə. A daxildir. Bəli, daxil olanda Kvadrat kvadrat mötərizə olacaq. Burada isə hardan gəlirik? A'da mənfi sonsuzluq. Hardan gəlirik? Mənfi A'ya. sonsuzluq. Mənfi son. Kiçiklər birinci yazılır. Mənfi sonsuzluqdan A'ya, mənfi sonsuzluqdan yenə A'ya sadəcə daxildir. Başa düşdünüz? Bu bərabərsizlik şəklində bu qaydada, ədəd oxu bu qaydada, intervalla bu qaydada yazılır. Yəni hansı verilsə, nə demək istədiyini başa düşdünüz də? İki qat bərabərsizliyə baxaq indi. Bu bir qat bərabərsizliyi. İki qat bərabərsizlikdə də eyni şeydir. X A ilə B'nin arasında yerləşir. Ədəd oxunda bunu göstərək. X A ilə B arasında yerləşir. Yəni burada intervalda göstərək. X harda yerləşir? A ilə B'nin arasında. X yenə A ilə B'nin arasında yerləşir. Yəni A'dan böyük bərabərdir, amma B'dən ciddi kiçikdir. Müəllim, bəs orada A içi dolu. B, buyur. Orada müəllim A'dan B'yə qədər olan göstərmir. Yəni X hara yerləşir? A, B aralığına yerləşir. X hara yerləşir? Yenə A, B aralığına, amma A daxildir. A'nı da götürəcək cavab götürəndə. Başa düşdünüz? Sonsuzluqda heç vaxt kvadrat olmur da, çünki hansı ədəd olduğumuz bilmirik. Sonsuzluq yazılan hissələr yumru mötərizə olur. A kiçikdir, X kiçik bərabərdir B. Yəni burada A daxil deyil, amma B daxil. B daxildir. Deməli hansının mötərizəsi kvadrat olacaq? B'nin. B'nin. Bir də A da daxildir, B də daxildir. Yəni X ilə B'nin arasında yerləşir, amma A, B parçası deyirik də ona, artıq interval yox. Hər ikisi daxil olacaq. Kvadrat mötərizə. Bəli, kvadrat mötərizə olacaq. Bu qaydada. Aralıqların kəsişməsi və birləşməsi var tapşırıqlarda. Necədir onlar? Məsələn, sizə verəcək ki, mənfi sonsuzluq 3, birləşmə 2, 10. Bunu hesablayın deyəcək. Nə edəcəksiniz? Ədəd oxu çəkirsiniz. Mənfi sonsuzluqdan 3'ə qədər.
3 daxildir. Evet. Düzdür? 2-dən də 10-a qədər. 2 də daxildir. Bunu da birini yuxarıda, birini aşağıda iştiriləcəksiniz. 10-a qədər, onun içi boşdur. Fərqi Və bunun yoxdur, birləşməsini istəyəcəksiniz. Fərqi yoxdur şansın yuxarıdan aşağıda. Yox, fərq yoxdur. Birləşməni istəyəcək. Hər ikisinə aid olan. Birləşmə oldu nə? Mənfi sonsuzluq 10. Bu iki ifadənin birləşməsi. Hə, bu yaxşı. Hər ikisinə aid olanlar. Aydındır. Başdan ayağa. İndi kəsişməsini istəsən, Ortadaşlar getirecek. əgər kəsişmə istəsən, çevirməyim də aşağıda burada yazacağım. 3. Kəsişmə istəsən, yenə qeyd edirik. 2 daxildir, 3 daxildir, 10 daxil deyil. Biz gəlirik mənfi sonsuzluqdan 3-ə qədər. 2-dən müsbət 10-a qədər. Evet, Üst-üstə düşən isə haradır? Bura. 2, 3. Yəni cavab bərabərdir burada 2, 3. Burada isə bərabərdir mənfi sonsuzluq 10. Kəsişmə idi. Aydın oldu mu? Yəni bu aralıqların kəsişməsi, birləşməsi ilə bağlı tapşırıqlar olduğu zaman bu cür həll eləyəcəksiniz. Bir də var xətti bərabərsizliklərin istər iki qatların, istər bir qatların toplanması, çıxılması, vurulması, bölünməsi. Bunu necə yerinə yetirəcək? Bunu necə həll eləyəcək? Normal qaydada. A böyükdür B. Misal üçün S böyükdür D. Bu iki dənə bərabərsizliyi toplamaq ehtiyacı olarsa A üstə gəl S böyükdür, B üstə gəl D-dən. Və ya eyni bir ədədə vurmaq lazım olar. A böyükdür B-ni. Eyni bir ədədə vursaq hər iki tərəfi. Elə A B-dən böyükdürsə A vur K böyük olacaq, B vur K'dan. Aydın oldu mu? Bəli. Vurma zamanı da həmçinin eyni qaydada vuracağıq. Bəs yaxşı, çıxmada necə olacaq, bölmədə necə olacaq, iki qatda necə olacaq, bir qatda necə olacaq ona baxaq. Gəl nümunəyə də baxaq elə. Məsələn, 3 böyükdür 2-dən, 7 də böyükdür 4-dən, cəmi 10 böyükdür 6-dan. Düzdürmü? Düz oldu da yoxladıq. İndi gəlin baxaq görək. 7 böyükdür 4-dən, 3 böyükdür 2-dən, 5 böyükdür 1-dən. Gəlin də elə bir rəqəmlər yazaq ki, o çıxma olanda çarpaz, bölmə də olanda, çıxma da olanda çarpaz olur. Vurma, toplama olanda Yani olan ortasındaki işaret var. Yani bir böyle oldu. biri kiçik, biri böyük olub mənfiyə vurursan, çevirirsən özünü. Ha bildim ben. Bax, A böyükdür B. Mənfiyə vuranda, məsələn, deyirsən ki, 7 böyükdür 5-dən. Mənfiyə vursam hər iki tərəfi. Mənfi 7, mənfi 5-dən böyükdür. Bəli. 5 böyükdür yəni. Yəni bu tərəfə üzünü çevirəcəksən. Çevirmək üçün üzünü mənfiyə vuracaqsan ki, üzü çevrilsin. Ehtiyac yaranarsa. İndi baxın, iki qat bərabərsizlikdə. X elə bir ədəddir ki, A, B aralığında yerləşir. Y elə bir ədəddir ki, D, C aralığında yerləşir. Topla deyir bunları. Topladığımız zaman A üstə gəl D, X üstə gəl Y hansı aralıqda yerləşəcək, B üstə gəl S aralığında. Vur desə, X vurulsun Y hansı aralıqda yerləşəcək, A vur D, B vur S aralığında yerləşəcək. Bəs çıxma və bölmədə, baxaq indi çıxma bölmədə isə uşaqlar tərsinə X böl Y hansı aralıqda yerləşəcək? A böl C, B böl D aralığında. Sarpaş kim oldu? X çıx Y hansı aralıqda yerləşəcək? A çıx C, B çıx D aralığında. Aydın oldu. Vurma toplama olduğu kimi alt-alta. Amma bölmə ilə çıxma çarpaz olacaq. Bərabərsizliklər sistemi və bərabərsizliklər heyəti nədir? Ona baxaq. Tənliklər sistemini öyrənmişdik, düzdür? İndi biz bu bərabərsizliklər sistemində baxaq. Nə olur?
Bərabərsizliklər sistemində 2 dənə tənlik. Tənliklər sistemində 2 tənlik yox idi. Bərabərsizliklər sistemində 2 və daha artıq bərabərsizlik veriləcək. Məsələn, yazaq belə AX üstəgəl B böyükdür 0. Burada da SX üstəgəl Y kiçikdir 0 ya da kiçikdir 9 və s. Yəni 2 dənə bərabərsizlik veriləcək bir sistemin altında. Bunu həll eləmək üçün nə edəcəksiniz? Ayrı-ayrı. Birinci, yox, ölçüləm. Tənliklər sistemində belə idi ki, siz məcbur idiniz tənliyi həll eləməyə. Birindən daha doğrusu, birindən x-i götürüb digərində qoymağa yerinə, ya toplama üsulundan yox eləməyə. Amma burada ehtiyac yoxdur. Burada bərabərsizliklər ayrı-ayrı həll eləyəcək. Yəni, məsələn, nümunə yazaq. 3x bayaq yazmışdıq, böyükdür 5. Bir də 7x çıx 2 kiçikdir 3x. Belə bir bərabərsizlik yazaq. Nə edirik? Ayrı-ayrı həll edirik. 3x üstəgəl 2 böyüdür 5-i həll eləyəndə x böyüdür 1 alırıq və ədəd oxununda işarələyirik. Birdən böyüklər. Oldu mu? Bəli. İndi digər bərabərsizliyimizi həll eləyəcək 2x 3x, 4x kiçikdir 2-dən, x kiçikdir 2-də 1-dən. Yazırıq bura 2-də 1. 2-də 1-dən kiçiklər. Kəsişməsi varmı? Xeyr. Yoxdur. Deməli, bu bərabərsizliklər sisteminin həlli boşdur. Biz bərabərsizliklər sistemi dedikdə nə götürməliyik deməli cavab olaraq? Boşluqlu. Kəsişməli. Kəsişməni. Nə vaxt kəsişəcəklər? Misal üçün, bunun üzünü o tərəfə çevirsəydik, bərabərsizliyi, alınacaqdı x böyüdü 2-də 1-dən. Alınacaqdı aralıq 2-də 1-dən 1 aralığı. 2-də 1 aralığı olacaqdı cavab. Aydın oldu. Bir də var bərabərsizliklər heyəti. Bərabərsizliklər heyətində də eyni şəkildə. Bunu da həll edirik, bunu da həll edirik. Heyət deyəndə nə başa düşürsünüz? Hamısı. Hamısı, yəni birləşmə. Məsəl üçün, həkimlər heyəti yığıldılar, nəyəsə müzakirə elədilər. Müəllim heyəti yığıldı, nəyəsə hamısı yığıldı. Deməli, yəni birləşməsi. Sistem deyəndə açar söz. Sistem, kəsişmə. Cavab olaraq nə götürəcəksiniz? Kəsişməsini. Heyət deyəndə isə nə götürəcəksiniz? Hamısı. Birləşmə. Heyət desə mənfi sonsuz, müsbət sonsuz hamısını götürəcəksiniz. Çünki mənfi sonsuzluqdan 2-də 1-əcən bunun cavabıdır. Birdən müsbət sonsuzluğa isə ona görə haralışdırıqlarınızsa həmən hissələri götürəcəksiniz. Aydın oldu. Hələlik xətti bərabərsizliklərlə sizdə bu qədər. Həm, bu da var idi. AX bərabərdir B-yə demişdik xətti tənlik. AX böyüdür B. Bu A sıfırdan böyük olduqda, yəni müsbət ədəd olduqda alınacaq B böl A. Amma mənfi ədəd olduqda x-in əmsalı, yəni A sıfırdan kiçik olduqda mənfi A x böyüdür B, x kiçik olacaq mənfi B böl A-dan. Yəni mənfiyə böldüyümüz zaman bu işarə çeviriləcək üzünü. Onu yadınızda saxlayın. Baxın, onu nümunə ilə də təsdiqləyə bilərik. Məsələn, mənfi 5x deyirik, böyüdü 10-dan. X böyükdür, saxlasaq bunu olduğu kimi. Onu bölsək, 2. mənfi 2 eləyəcək. Elə? X deyir ki, mənfi 2-dən böyüdür. Mənfi 2-dən bir dənə böyük ədəd deyin mənə. Mənfi 1. Mənfi 1. Mənfi 1-i qoyun yerinə. Mənfi 5. 5. Müsbət 5 eləyir. 5 ondan böyüdür? Xeyr. Yox. Ona görə də mənfiyə böldüyümüz zaman işarə üzünü çevirmə. Bəli, mənfi 2-dən bir dənə kiçik ədəd deyin mənə. Mənfi 3. Mənfi 3. Qoyun indi yerinə. Mənfi 15. Ondan böyüdür? Bəli. Başa düşdünüz? Həm Müsbət. Müsbət 15 ondan böyüdür? Bəli. Bəli, böyüdür. Ona görə də mənfiyə böldüyümüz zaman nə etməliyik? Üzünü çevirməliyik bərabərsizlik işarəsini. Bu qədər xətti bərabərsizlikləri yazırsınız.